hiss edirsən ki, sənə əvvəlki kimi maraq göstərmir, sənə diqqət yetirmir, daha çox dostları ilə vaxt keçirməyə təcrid edir və ümumiyyətlə nəsə əvvəlki kimi deyil. Böyük bir dəyişikliklər bəlkə də yoxdur, amma səni qane etmir artıq bu münasibət. Deməli, bu video sənin üçündür. Çünki bugün biz danışacağıq hansı səbəblərə görə kişilər bizə qarşı marağını itirirlər. Getdikcə bizim aramızdakı o bağ itir, ya da ki bəzilərimizdə ümumiyyətlə o heç qurulmur. Niyə görə? Çünki bizdə lazımlı biliklər, lazımlı həmin o sirlər yoxdur. Bizə analar onları ötürmür, çünki çoxu özləri də bunları bilmirdi və ümumiyyətlə düşünürdü ki, bu məsələlər önəmli deyil. Qızlar, eramız dəyişilib, indi maraq, indi inkişaf, indi mənəviyyat erası gəlib və kim uyğunlaşacaq ona, onun həyatı çox gözəl, xoşbəxt olacaq istədiyi kimi. Kim uyğunlaşmayacaq, hələ də qurbanlıqda, hələ də özünü həlak etmək, özünü itirmək, hazır olmalıdırlar ki, həyat onların başından qapaz vuracaq və çox vaxtı bu heç də xoşa gələn bir qapaz olmur. Buna görə də burada qalın, mənim kanalımı izləyin, mənim kitablarımı oxuyun. Mən sizin üçün çalışıram, yaradıram. Bütün linklər bu videonun altında olacaq. Və qızlar, kişilər bizə qarşı marağını niyə itirirlər, ya da ki ümumiyyətlə bu maraq yaranmır. Biz qadınların içində bir dənə çox zəhləm gedən bir xüsusiyyətimiz var. Prosta mən bizi belə boğardım prosta. Mən də dahil. Burada indi hansısa belə, oy qızlar, mən belə deyiləm, siz beləsiz. Xeyr, hamımız beləyik. Ya da ki hamımızda buna doğru meyillilik var. Bu kişinin içində, kişinin həyatın içində, kişinin içində özünü itirmək. Sanki biz onun həyatının içində həll olunuruq və bizim həyatımız başlayır ondan ibarət olmağa. Nə demək istəyirəm? Baxın, tanış oluruq kişi və qadın. Kişinin hansısa öz həyatı var və təzə ilk bir ay, bəlkə də ikimiz də bütün işlərimizi atırıq, bir-birimizin ağzının içinə giririk, biz tanış oluruq. Amma sonra getdikcə ya ikimizdə də həyat əvvəlki rutinə dönür və sadəcə biz orada yer düzəldirik bir-birimiz üçün. Ya da ki, çox vaxtı necə olur? Kişi dönür öz rutin həyatına. Qadın isə öz həyatını sanki ləğv edir və başlayır tamamilə yeni bir həyat qurmağa, harda bu həyat kişinin ətrafında qurulur. Kişinin hansısa onun vaxtı indi var, deməli biz indi görüşməliyik. O mənə zəng vurdusa, deməli indi, deməli mən onunla, mən ona, o mənə, biz, hər şey bizdə ikimizin ətrafımızdadır. Kişi üçün isə o səhər idmana gedir, filan günlər onda futboldur, bəhmən günlər onun hansısa öz işləri var, sonra nə vaxtsa onlar dostları ilə nəsə yenə iş görürlər və filan gün, 6-cı gün axşam biz səninlə görüşürük və mən bu gün, bu anda sənə vaxt yetirirəm. Yəni kişi öz adi rutinin içində bizim üçün bir yer düzəldir və bizi o rutinə daxil edir. Çox harmonik bu onlarda alınır. Bəli, bəzən biz xanımlara bu xoşa gəlmir. Çünki bir aydan sonra deyirik, axı yox, axı o mənimlə bu qədər vaxt keçirirdi, niyə indi az? İndi az, çünki o dönür öz öyrəşdiyi həyata. Və bizdə, hamımız bizdə, sizdə, məndə dönməliyik sonra öz rutin həyatımıza və artıq burada baxmalıyıq, harda mən də onun üçün yer düzəltməliyəm. Bəzilərimizdə, qızlar bizdən söhbət gedir, bəzilərimizdə həyat
özü maraqlıdır. Yəni ki, biz hansısa tam bilmirəm, rəqsə, idmana, hansısa eventlərə, sərgilərə, haralarasa gedirik. Bəzilərimiz isə ancaq ev iş və fərqi yoxdur. Bu iki variantda, əgər birinci variant və mən, yox, o mənimlə saat 8-də görüşmək istəyir, məndə həmin vaxt rəqsdir, mən rəqsi ləğv edəcəm, ya da ki, mən dillər kurslarımı ləğv edəcəm, ya da ki, mən podruqalarımla görüşməyəcəm. Biz başlayırıq öz həyatımızı tamamilə kişiyə əlaqələndirmək. Və getdikcə biz özümüzü tapırıq ki, bizim bu kişidən başqa heç bir marağımız, heç bir məşğuliyyətimiz yoxdur. Yalnız da misal üçün iş, kişi və ev və bu qədər. Bizim həyatımızda heç nə baş vermir. Getdikcə biz özümüzə başlayırıq maraqsız olmağa. Yəni ki, ümumiyyətlə bu həyatın içində nə maraqlı ola bilər? Heç bir şey və aydındır ki, kişi də çox rahatlaşır, çünki bilir ki, bu qadın mənə məxsusdur. Onun bütün marağı, fikri, zikri mənəm və mən rahat öz işlərimlə məşğul ola bilərəm. Başqa biz sizinlə çox xoşlayırıq. Sanki mən burada yoxam. Bu əsas çox ailələrin içində olur. Harda qadın hər kəsdən soruşacaq, sən nə yeyəcəksən? Özündən başqa və özü yeyəcək, hamı nə seçdi, o da onu yeyəcək. Bu bəlkə çox primitiv bir nümunədir qızlar, amma bu nümunə sayəsində siz çox rahat tuta bilərsiniz, əgər siz özünüzü itirdiniz. Çünki baxsaz başqa bir hansısa məsələlərə, orada da görəcəksiniz ki, hər kəs nəsə seçir, hansısa paltar, hansısa istirahət, harasa getmək, nəyisə etmək, nəyisə bilmirəm, baxmaq. Səndən başqa, sən burada şəxsiyyət kimi yoxsan və itirsən uşaqların və kişinin içində. Bu bizdə sonra nəyə gətirib çıxarır? Bizim enerjimiz tükənir. Çünki bizim həyatımız heç nədən ibarətdir. Bir insana tabedir ya da ki 2-3 insana tabedir, uşaqlara və yoldaşımıza. Bizim maraqlarımız, özümüzə aid olan maraqlar yoxdur. Özümüzə aid olan məşğuliyyət yoxdur. Və əlbəttə ki, burada uşaqlar üçün də ananın bir şəxsiyyət kimi o hörməti hiss olunmur, görünmür. Və biz özümüz də özümüzü hiss edirik tükənmiş. Çünki mən heç nə istəmirəm, mən heç nə ilə maraqlanmıram. Mənim sanki it dəftərində heç adım da yoxdur. Sadəcə mən burada hamını razı salmaq üçün buradayım. Hardayam, heç bilinmir. İkinci məsələ bizim kontrolçuluğumuzdur. Etiraf etməliyik ki, biz xanımlar daha multifunksiyonalıq. Yəni biz bir zamanda, bir anda bir neçə işi görə bilərik. Biz daha cəldik, daha tez düşünürük, daha tez anlayırıq, yəni ki, tuta bilirik və bir zamanda buradan danışdıq, buradan zəng vurduq, buradan artıq yazdıq, buradan yemək də bişirdik. Təəssüf ki, biz bunu kişilərdən də gözləyirik, hövsələmiz çatmır və başlayırıq ya ona irad bildirməyə, ya onun yerinə etməyə, ya da ki, kontrol etməyə, o nəyi necə etdi, düzmü etdi, səhvmi etdi. Və qızlar, bu həqiqətən də çox yorucudur. Çünki bu xüsusiyyət bizi çox başlayır düşündürməyə. Biz çox düşünürük, biz narahat oluruq. Narahatçılığın içində və kontrolçuluğun içində qızlar seks yoxdur. Bunun içində ana var, ata var, hansısa nənə var. Amma sevgili rahat, öz hansısa işlərin içində, öz musikisini dinləyir, nəsə orada, hardasa. O qadını istəyirlər. Orada seks var. Kontrolçunun içində o yoxdur. Burada artıq ana obrazı ortalığa çıxır və biz özümüzü tapırıq sadəcə sanki kişinin də anasıyıq, uşaqların da anasıyıq və çox vaxtı bu ümumiyyətlə heç toya qədər biz özümüzü saxlaya bilmirik.
toydan önce başlayırıq artıq kişiyə analıq etməyə, yedin, içdin, tualetə getdin, niyə getmədin, qarnının ağrıdı, bəs niyə onu eləmədin, bəs niyə bunu eləmədin? Biz düşünürük ki, bununla biz göstərəcəyik. Necə mülayim, necə oy mən belə səni çox sevirəm və s. qızlar. Sizə belə deyim, sağlam şəxsiyyətə, əgər bu kişi sağlam şəxsiyyətdirsə, ona bu lazım deyil. Ona ana lazım deyil. Onun üçün ana var. Ya da ki, ana rolunuzu o görmək istəyər daha biraz seksual bir kokteylin içində. Amma sırf hansısa yalnız uşaq kimi ya da ki ana kimi, çox güman ki bu olacaq biraz uduzmaq və getdikcə seks itəcək ümumiyyətlə və kişi sizin simanızda yalnız və yalnız ananı görəcək. Ümumiyyətlə arxetiplər haqqında mən öz seks və sevgi kitabın içində danışmışam. Əlimin altındadır. Bu kitab vasitəsilə siz qadının əsas rolunu öz daxilinizdə oyadacaqsınız və onunla birləşəcəksiniz və xoşbəxt münasibət, xoşbəxt həyat yaşayacaqsınız qızlar. Çünki inanın ki, sizin həyatınız tamamilə fərqli bir səviyyədə ola bilər. Münasibət tamamilə fərqli səviyyədə ola bilər. Və burada söhbət getmir ki, yalnız bütün günü biz özümüzü çölə qoymalıyıq, yalnız gözəl seks yaşamalıyıq və s. Xeyr, burada söhbət o şeydən gedir. Harda bir qadın öz daxilində həm sevgilini qoruya bilir, həm ana, yəni ki, qayğını, diqqətini yarada bilir. Həm də ki, qız kimi şıltaq ola bilər. Amma eyni zamanda da kraliçə kimi nə istədiyini bilən və öz sərhədlərini yaradan ola bilər. Buna görə də burada aşağıda olacaq sılqa, keçid edin, əldə edin. Kitabın qiyməti heç 13 manat da deyil, orada 12 nə qədərdirsə. Və həyatınız amma tamamilə dəyişiləcək. Üçüncü qızlar, bu pişik həyatıdır. Mən bunu adlandırıram pişik həyatı, çünki pişiklər üçün hər gün eyni şey olmalıdır. Eyni saatda, eyni şəraitdə hər bir şey eyni olmalıdır. O gün ki, pişiki apardılar harasa, nəsə baş verdi, bilmirəm, remont oldu ya sizdə, ya başqa bir mənzildə və bu səs-küy, pişikdə başlayır stres. Yəni ki, pişiyin həyatında nələrsə dəyişiləndə o yaşayır stres. Pişiyin həyatı hər gün eyni olmalıdır. Və əgər kimsə öz həyatına baxıb anlayır ki, onun həyatında hər gün eyni şeydir, o gün ərzində heç bir şey öyrənmir, heç bir şeylə maraqlanmır, heç bir yenilik yoxdur, çox güman ki, sən bu dəqiqə pişik həyatını yaşayırsan. Biz insanların beyni elə işləyir ki, biz qabağa getməli, qabağa və belə yuxarı, bu o deməkdir ki, yüksəlməliyik. Bizim beynimiz düşünməlidir, bizim beynimiz hər gün yeni bir şeylər öyrənməlidir. Bizim beynimiz hər gün nəyəsə baxmalıdır və nədənsə emosiya almalıdır. O zaman bizdə beyin sağlam şəkildə işləyir. Əks halda bütün bu qocalıq xəstəliklər, Parkinson, Alzheimer, bunlar hamısı başlayır baş verməyə. Sonra bizdə yaddaş itir və ümumiyyətlə bizim enerjimiz o prosta məhv olur. Çünki biz daxilimizi heç nə ilə doldurmuruq. Və bu əlbəttə ki, kişi evə gələndə ya da ki, bizimlə görüşəndə, hətta əgər sən işləyirsən, fərqi yoxdur. Bu evdar xanım da ola bilər, iş qadını da ola bilər. Biz işdə gündə heç bir şey öyrənmirik. Biz işdə gedirik işləməyə. Biz axşam görüşürük ya da ki, danışırıq və o soruşur, hə, salam, necəsən, neynirsən və səndə hər gün eyni şey.
Hər gün eyni şey, maksimum tam hansısa söz-söhbətlər, maksimum müdür haqqında nəsə, maksimum qaynana, qaynata, hansısa eyni bir söhbətlər. Həyatda heç bir dəyişiklik yoxdur. Heç bir maraqlar artmır və ümumiyyətlə heç bir şey baş vermir. Biz xanımların ən böyük problemi bekarçılıqdır. Biz bekar olduğumuz zaman bizə anlayışlı deyil. O niyə mənə zəng vurmur, o niyə gəlmədi, o niyə mənə yazmadı, niyə mənə gec yazdı, yazacaq yoxsa yazmayacaq, gələcək yoxsa gəlməyəcək. Biz başlayırıq qısqanmağa, biz başlayırıq hansısa boş-boş araşdırmalar, boş-boş hansısa şübhələr, nəsə çalışırıq süni yaratmaq ki, heç olmasa hansısa bir maraq olsun. Bunu bizə narahat beyin, bizə davay araşdır, bax, izlə, yəqin ki, nəsə baş verib. Məşğul qadın, onun nə vaxtı olmur bu işlərlə məşğul olmağa, onun o qədər maraqlı bir həyatı var ki, əlbəttə ki, onun yanındakı kişiyə də maraqlıdır. Wow, bu xanımda hər gün nəsə baş verir. Hər gün o nəsə yeni bir şey istəyir. O yeni bir ideyası var. Hansısa bir yeni şeylər öyrənib ya da ki oxuyub və mənimlə bölüşməyə çalışır. Nə bilim, öz haqqında nələrisə anladı, başa düşdü, dəyişdirməyə çalışır və ümumiyyətlə bir yerdə bu qadın dayanmır. Və əlbəttə ki, bu hər zaman maraqlıdır, bu hər zaman dadlıdır, hər zaman bilmək istəyirsən, wow, bugün orada nə var? İndi o nə düşündü? Əgər bilirsinizsə, nağıl Şahirizadə nağılı, harda o hər gecə sultana bir azacıq nağıldan danışırdı və deyirdi ki, qalanı mən sənə sabah danışacağam. Bu priyom o çox gözəl işləyir. Amma nə vaxt biz yaşayırıq pişik həyatı, təzə hər kəsə maraqlıdır hər şey. Təzə bugün biz sizinlə tanış olsaq, siz də mənə maraqlı olacaqsınız, mən də sizə maraqlı olacaq. Bir həftə, 10 gün sonra artıq əgər həyatda yeni bir şeylər baş vermirsə və biz bunları müzakirə etmirik, həll etmirik, bu haqda danışmırıq, bu haqda araşdırmırıq, maraqlanmırıq, birlikdə planlar qurmuruqsa, getdikcə maraq itir. Buna görə də yeni şeyləri öyrənən xanımlar, inkişafı ilə məşğul olan xanımlar, hər zaman nəsə istəyən xanımlar, onlar hər zaman gündəmdədir, onlar hər zaman maraqlıdır, onlar hər zaman cəlbedicidir, onların enerjisi hər zaman yüksəkdir, çünki onun həyatı sanki aşıb daşır və istəyirsən o həyatın bir parçası olmaq. Və dördüncü ən əsas məsələ qızlar. Bu dərin bir yaxınlıq. Mən deyərdim ki, dərin bir bağ. Harda biz bir-birimizlə birlikdəyik. Harda biz bir-birimizin içində həll olunmuruq. Biz əksinə birləşib daha da güclüyük. Biz bir-birimizlə maraqlanırıq. Biz bir-birimizi anlamağa çalışırıq. Biz İkimiz də öz yerimizi bilirik və öz önəmliyimizi bilirik. Burada söhbət gedir birincisi. Nə vaxt biz xanımlar başlayırıq kişiyə qarşı kin və küslük yığmağa, topluyuruq öz içimizdə. Belə dedi, maman belə dedi, falan şey belə oldu, bu belə bəyənmədim və bunlar hamısı içimizdədir. Və sonra o ilan kimi lazımlı və lazımsız yerlərdə biz onu belə fısıldayırıq, öz zəhərimizi tökürük. Kişi hiss edir ki, nəsə yolunda deyil, nəsə bizi nəsə qane etmir, amma eyni zamanda da biz dialoq qura bilmirik. Çox vaxtı bu dialoqlar bitir sadəcə dava qırğınla, harda insanlar bir-birini təhqir edir və ümumiyyətlə bir-birinə öz həqiqi hisslərini çatdıra bilmir. Buna görə də çox önəmlidir düzgün dialoq qurmağı öyrənmək.
Harda mən səni günahlandırmıram, mən öz hisslərimi çatdırıram. Seks və Sevgi kitabında bu mövzuya da mən çox ətraflı toxunmuşam. Nə vaxt kişi hiss edir ki, qadın bunu topladı, yığdı, yataqda o başlayır zəifləməyə. Ümumiyyətlə biz xanımlar da belə halda heç nə istəmirik. Burada nə orqazmdan söhbət gedə bilər, nə hansısa ehtirasdan söhbət gedə bilməz. Və ümumiyyətlə o etibar, aramızdakı güvən o başlayır çox dərində, çox dibdə itməyə. Amma dibdən o yavaş-yavaş qalxacaq və artıq hər şey dağılanda biz deyəcəyik, vau, axı belə hər şey ümumilikdə hər şey normal idi. Amma əslində elə ən lazımlı məsələlərdə artıq o çat yerini almışdı. Buna görə də önəmlidir düzgün dialoq qurmağı öyrənmək. Buna görə də önəmlidir sırf biz xanımlara misal üçün məndə burada kanalda antistres bir nəfəs var. O çox köməklik edir. Ümumiyyətlə hər hansısa praktikalar etmək, hansılar vasitəsilə biz öz kinimizi təmizləyə bilərik, içimizdən çıxarda bilərik. Seks və Sevgi kitabının içində bunlar da var və çalışmaq həmin bu problemləri ya yerində həll etmək, əgər həll edə biliriksə, əgər həll edə bilmiriksə, çalışmaq, öyrənmək, onlarla yaşamaq və kişini tamamilə qəbul etmək. Buna da əlavə bizə psixoloqlar, coachlar köməklik edir. Buyurun, axtarın, tapın qızlar. İndiki dövrdə belə bir problemlərlə yaşamaq artıq özümüzə qarşı olan günah sayılır. Əgər 20 il öncə hamı da belə idisə və heç kəsin heç ağlına da gəlməzdi ki, başqa cür ola bilər. Bugün biz biləndə ki, başqa cür olur, insanlar xoşbəxt yaşayır, insanlar bir-birini anlayır, insanlar bir-biri ilə danışır, məsələləri həll edir danışdıqca, hansısa bir ortama gəldikcə. Və bugün sadəcə dədə-baba yolu ilə bunları həll etmək sadəcə özünə qarşı günahdır. Və burada mən əlavə edərdim, bu planlı yataq. Nə vaxt bütün bizim yatağımız artıq keçir yorğanın altına, hansısa müəyyən bir günlərdə, harda biz sanki dəqiqələri sayırıq və bilirik ki, indi olacaq. Amma başqa gün yox, başqa anda ola bilməz. Niyə görə? Çünki uşaq var, ya da ki qaynana var, ya da ki başqa gün vaxt yoxdur. Bunun sonucu uçurumdur qızlar. Ehtiras, hissiyat, cinsi həyat, bunlar hamısı çox spontan, çox ani, çox qəfil bir hisslərdir. Qəfil bir emosiyalardır. Və onları öldürən, onları məhv edən bu həmin planlıqdır. Biz seksologlar insanların həyatından ümumiyyətlə yatağı, öz otağında yatağı sadəcə rutindən çıxardırıq ki, orada artıq bundan sonra olmaz. Harada istəyirsiniz küçədə, podyezddə, avtobusda, maşında, damda, bilmirəm, harada istəyirsiniz. Amma öz otağınızda olmaz. Niyə görə? Çünki artıq beyin öyrəşib buna, artıq beyin bezib bundan. O qədər biz əvvəldən bunu bilirik ki, indi nə olacaq ki, həmin anda artıq heç kəs heç nə istəmir. Mən istəyirdim yarım saat öncə. Nə vaxt səni maşında gördüm, maşına oturdum və sənə baxdım və orada mən istəyirdim. Amma indi evə gəldik, yatağa girdik, mən artıq istəmirəm. Buna görə də mümkün olan qədər yatağı biz sizinlə etməliyik. Ani, spontan, emosiyalar dolu və çox gözlənilməz. Qızlar, hələ ki bu mövzu ilə bağlı
məncə ən əsas punktları mən sizə çatdırdım. Bəs nə etməliyik ki, bunları dəyişdirək? Baxın öz həyatınıza. Harda siz özünüzü itirmisiniz? Harda siz imkan vermisiniz kimsə sizin həyatınızda sizdən daha önəmli olsun? Mən bura aid etmirəm balaca bəbələrimizi. Çünki aydındır ki, onlar körpədir, onlar bizim diqqətimizi istəyirlər və biz onlarla olmalıyıq. Amma bir müddətə qədər bu bəbəşlər ömür boyu bəbə qalmır. Bu bir. İkincisi də ki, bizə də önəmlidir bunu nəzərimizdə saxlamaq və imkan verməmək ki, o körpə daimi 24/7 səndən önəmli olsun. Heç olmasa hardasa orada vaxt qopartmalısan ki, indi vaxt sırf mənim üçündür. İndi mənəm öz həyatımın başlanğıcı və bitməsi. Mən olmasam həyatımda heç nə olmayacaq. Bu həyatda heç nə olmayacaq. Əgər mən olmasam heç nə olmayacaq. İnanın ki, sən olmasan, sənə heç fərqi də olmayacaq. Burada nələr baş verir. Və qızlar, bütün kimlər özünü fəda edir, yox mənim yoldaşım, yox o, yox bu və s. İnanın ki, sən bir gün burada olmarsansa, bura dağılmaz. Sən bir ay burada olmasan, sənin yerini gəlib başqası tutacaq. Bu yer ömür boyu boş qalmayacaq. Buna görə də hər bir qadının borcu ilk növbədə özünü düşünmək, ilk plana özünü qoymaq, ilk növbədə özünə baxıb soruşmaq, mənə nə lazımdır, mən nə istəyirəm, mənə nə xoşdur. Bəs mənim həyatım burada hardadır? Bu həyat məni qane edirmi? Budurmu mənim arzuladığım həyat ya yox? Və heç olmasa bu indiki şəraitdə yaratmaq öz maraq dairəsini, yaratmaq özünüzə aid olan bir rutini, bir hansısa rituallarını, sizə meditasiyalar köməklik edəcək, sizə köməklik edəcək mənim kitablarım, qızlar, Seks və Sevgi kitabı. Bu hər bir qadının mükəmməl bir kitabıdır. Hər bir qadın bunu oxumalıdır, mütləq fərqi yoxdur. Evli ya da ki, evli olmayan, əsas da evli olmayanlar oxumalıdır ki, evli olanda bu səhvləri buraxmasınlar. Sonra meditasiyalar, kitablar, mənim YouTube kanalımda, mənim Instagramda sonsuz qədər videolar var. İnkişaf üçün, sərhədlər üçün, necə maraqlı olmaq, necə dadlı olmaq, enerji oyadan praktikalar var. Hamısını buyurun, izləyin, istifadə edin. Öz həyatınıza sadəcə belə qıraqdan baxın və görün, harda burada mən danışdığım səhvləri buraxırsınız, özünüzü itirirsiniz və təbii ki, öz kişinizin marağını da itirirsiniz. Məndə hələ ki bu qədər. Burada aşağıda kommentlərdə yazarsınız hansı məsələlər sizə aid oldu və hansı mövzuda yeni video görmək istəyərdiniz və növbəti videoda görüşənədək.